Qədr gecəsi nədir? Bu gecənin fəziləti və əməlləri nələrdir? Qədr gecəsi adına Qurani Kərimdə xüsusi surə olan, adı Qurani Kərimdə keçən yeganə gecədir. Xatırlayırsınızsa, mübarək Ramazan ayı haqqında danışdığımız videoda qeyd eləmişdik ki, mübarək Ramazan ayı Qurani Kərimdə adı keçən yeganə aydır. Ayların şahıdır, 11 ayın sultanıdır və heç bir ay fəzilət, kəramət, şərafət, əzəmət və sairə bir çox yaxşı xüsusiyyətlərdə rəhmət, bağışlanma, məğfirət kimi xüsusiyyətlərdə mübarək Ramazan ayına çata bilməz. O dərəcə əzəmətlidir. Eynilə də mübarək Ramazan ayında bir gecə var ki, o gecə də bütün gecələrdən daha üstündür, bütün gecələrin şahıdır. Ramazan ayının digər aylara olan nisbəti eynilə Qədr gecəsinin digər gecələrə olan nisbəti kimidir. Bunu bir hədis dili ilə izah eləsək, Qədr gecəsinin digər gecələrə, mübarək Ramazan ayının da digər aylara olan nisbəti məsumların, 14 məsum şəxsiyyətin digər insanlara olan nisbəti kimi böyük bir nisbətdir. Uca Allah Qurani-Kərim Bəqərə surəsi 185-ci ayədə belə buyurur: Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan ayı o aydır ki, onda Qur'an nazil olub. Sual verilə bilər ki, Qur'an mübarək Ramazan ayında nə vaxt nazil olub? Onun da cavabını Qədr surəsinin 1-ci ayəsində Allah özü bizə bəyan eləyir. İnna ənzəlnahu fi leylətil qadr. Həqiqətən də biz onu, yəni Qur'anı Qədr gecəsində nazil etdik. Burada bir sual yarana bilər ki, Qur'ani-Kərim Peyğəmbərimizin risalət dövründə, yəni 23 il ərzində tədricən nazil olubsa, Allah nəyə görə deyir ki, Qədr gecəsində nazil elədik? O ayrı bir mövzu və Qədr surəsinin təfsirinə daxil olan bir mövzu olduğundan ona toxunmuram. Qur'ani-Kərim Duxan surəsinin 3-cü ayəsində Uca Allah belə buyurur: İnna ənzəlnahu fi leylətin mübarəkəh. Həqiqətən də biz onu mübarək bir gecədə nazil elədik. Bununla da Allah Teala Qədr gecəsinə Qur'ani-Kərimdə mübarək, yəni bərəkətli, bərəkət sahibi deyə bəyan eləyir. Qədr gecəsi o dərəcə əzəmətli və dərk edilməsi az qala mümkünsüz həddə olan, az qala yox, elə mümkünsüz həddə olan bir gecədir ki, Qur'ani-Kərimdə Allah peyğəmbərinə, elmin şəhəri olan peyğəmbərinə soruşur: "Və ma ədrake ma leylətul qadr?" Sən nə bilərsən ki, sən nə dərk edərsən ki, Qədr gecəsi nədir? Bax, bu ayə Qədr gecəsinin nə qədər dərk olunmaz, nə qədər sirli və nə qədər əzəmətli olduğunu bir daha vurğulayır. Qədr surəsinin təfsirinə toxunmuram. Sadəcə olaraq Qədr gecəsini başa düşmək üçün, ən azından nə olduğunu, mahiyyətini anlamaq üçün Qədr surəsinə toxunmaq lazımdır. Aydın məsələdir ki, Qədr surəsində növbəti ayədə Uca Allah belə buyurur: Leylətul qadri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Bunu belə təfsir eləyirlər ki, təfsirçilərimiz, təfsirçi alimlərimiz bu cür təfsir eləyirlər ki, Qədr gecəsində edilən hər hansısa bir əməl 1000 aydan, yəni 83 ildən daha çox edilən əmələ bərabərdir. Yəni Qədr gecəsində bir təkbir deyirsən, elə əməl dəftərinə elə qeyd olunur ki, sən 1000 aydan daha çox bir müddət Allaha təkbir demisən. Bu gecənin şərafətini artıran digər məqamlardan biri də mələklərin yer üzərinə nazil edilməsidir. Tənəzzəlul mələikətü vər-ruh fīhə biizni rabbihim min kulli əmr. Mələklər və ruh Allahın əmrini yerə nazil etmək üçün, daha doğrusu yerə nazil olmaq üçün Allahdan izin istəyirlər. Səlamun hiyə hattə mətlə'il fəcr. O gecə sübh açılana kimi, yəni fəcr vaxtına kimi salamatçılıqdır. O gecə Allahın salamatçılığı yer üzərinə nazil olur. Qədr gecəsi
insan ömrünün müqəddəratının təyin olunduğu bir gecədir. Həmin gecədəki halımıza baxıb bir illik, növbəti ilin qədr gecəsinə qədər olan müddətdə müqəddəratımız, yəni başımıza gələcək hadisələr, yaşayacağımız hisslər, hallar, ziyarətə gedəcəyikmi, kimi itirəcəyik, övlad sahibi olacağıq, yoxsa hər hansısa bir xeyirli və ya şər hadisələrin təyini qədr gecəsinə təsadüf eləyir və bütün bu təyinatın ixtiyarı qədr gecəsində insanın özünə verilir. Qədr gecəsində halımızdan asılı olaraq bir illik müqəddəratımız təyin olunur. Ona görə də bu gecəni oyaq qalmaq, bu gecəni ibadətlə keçirmək çox vacib bir əməldir. Qədr gecəsinin fəziləti haqqında uzun-uzadı danışmaq olar. Hətta o qədər ki, videonun həcmi həddindən artıq uzaya bilər. Günlərlə danışsaq belə Qədr gecəsinin fəzilətini qurtara bilmərik. Amma mən burada yekunlaşdırıb Qədr gecəsinin əməllərinə toxunmağı məsləhət bilirəm. Qədr gecəsinin ilk əməli məğrib azanı oxunduqda Qədr gecəsinin qüslünü alıram qurbətən ilallah niyyəti ilə qüsl almaqdır. Hansı ki, bu qüslü məğrib azanından sübh azanına qədər olan vaxt ərzində ala bilərsiniz. Amma daha yaxşı olar ki, ən fəzilətli vaxtı budur ki, məğrib azanı oxunduqda Qədr gecəsinin qüslünü alasınız və məğriblə işa namazlarını həmin qüsüllə qılasınız. Bax, bu ilk müstəhəb əməldir. Növbəti müstəhəb əməl Qədr gecəsini oyaq qalmaqdır, yəni əhya saxlamaqdır. Əhya sözünün hərfi mənası dirilmək deməkdir. Burada termin olaraq ona görə istifadə olunur ki, Qədr gecəsində oyaq qalıb ibadət etməklə bir il günah çirkabında bulaşmış ruhumuzu paklaşdıraraq diriltmək. Termin olaraq belə istifadə olunur. Qədr gecəsində oyaq qalmaq o qədər əhəmiyyətlidir ki, hətta ibadət etməsək belə oyaq qalmaq ciddi şəkildə tövsiyə olunur. Qədr gecəsində saxlayacağımız əhyanı mümkün qədər məsciddə saxlamaq daha yaxşıdır. Məscidə getməyə imkanı olmayanlar isə Hüseyniyyədə və yaxud da hər hansı bir ictimai məkanda, buna da imkanı olmadıqda evində Qədr gecəsi üçün əhya saxlamalıdır. Qədr gecəsinin xüsusi bir namazı var ki, bu namaz 2 rükətdir. Niyyəti Qədr gecəsinin namazını qılıram qurbətən ilallah. Hər rükətdə Fatihə surəsindən sonra 7 dəfə İxlas surəsi oxunur. Namaz yekunlaşdıqdan sonra isə Qur'an-ı Kərim açıq halda qarşımıza qoyuruq və bir dua tilavət edirik ki, həmin duanı mən səhifədə post şəklində paylaşacağam. Həmin duanı oxuduqdan sonra Qur'an-ı Kərimi istər bağlı, istərsə də açıq halda başımızın üzərinə qoyub dua edirik və uca Allahı ilk öncə özünə, sonra peyğəmbərinə, sonra da digər övliyalarına and veririk. Ondan sonra da Allah dərgahından bağışlanma istəyir və hacətlərimizi istəyirik. Qədr gecəsinin bir digər əməli bu gecə Covşan Kəbir duasını oxumaqdır. Bacarmayanlar Covşan Kəbir duasının bir neçə hissəsini oxuya bilərlər. Qədr gecəsində müstəhəbdir ki, 100 rəkət namaz qılınsın. Qəzası olanlar isə 6 günün qəzasını qılsa daha yaxşı olar. Qədr gecəsinin bir digər əməli Əmir əl-Mominin Əli ibn Əbu Talibin qatillərinə lənət göndərməkdir. Yaxşı olar ki, 100 dəfə deyilsin. Allahummə lə'an qatalətəl əmirəl müminin. Bu zikir 100 dəfə deyilsə daha yaxşı olar. Ərəbcə deyə bilməyənlər Azərbaycanca deyə bilərlər ki, Allahım əmirəl mümininin qatillərinə lənət elə. Bu gecə mümkün qədər Allah haqqında, Allahın sifətləri haqqında, Allahın həyatımızdakı rolu haqqında təfəkkür yürütmək də tövsiyə olunur. Bu gecə mümkün qədər çox namaz qılmaq, mümkün qədər çox dua eləmək də tövsiyə olunmuş əməldir. Bu gecə Qur'an-ı Kərimin nazil olduğu gecədir. Bu gecə Qur'anı qəbul eləmək, Qur'an oxumaq çox bəyənilən bir əməldir. Bu gecə yaxınlarımız üçün, ölənlərimiz üçün bağışlanmaq istəmək,
onların ruhlarına hədiyyə namazları qılmaq da bəyənilən bir əməldir. Qədir gecəsinin ən gözəl əməllərindən biri də Həzrəti İmam Hüseyn əleyhissalamı ziyarət eləməkdir. Ağanın Qədir gecəsində zikr olunan xüsusi ziyarətnaməsi ki var, mən onu post şəklində səhifədə paylaşacağam. Məndən məsləhət olaraq istəsəz, Qədir gecəsində Əmirəl-Mömininin Kufə məscidində oxuduğu Mövlaya münacatını, iftitah duasını, Kumeyl duasını oxumaq, Cəfəri Təyyar namazını qılmaq, tövbə namazları qılmaq mənim məsləhətimdir. Onda Qədir gecəsinin vaxtını müəyyənləşdirmək istəyirəm. Qədir gecəsi mübarək Ramazan ayının son 10-luğunda, son 10 gecəsində 10 gecədən birinə təsadüf eləyir. Amma Əhl-i Şiyə və Əhl-i Sünnə mənbələrindən alınan məlumatlar əsasında bu 10 gecədən 4-ünün Qədir gecəsi olma ehtimalı daha çoxdur. Mübarək Ramazan ayının 18-dən 19-una keçən gecə, 20-sindən 21-nə keçən gecə, 22-sindən 23-nə keçən gecə və 26-sından 27-sinə keçən gecə Qədir gecəsinə ehtimal verilən gecələrdəndir. Amma bu 4 gecə arasında da ən çox ehtimal olunan gecə mübarək Ramazan ayının 23-cü gecəsidir. Təbii ki, bu dəqiq deyil və heç kim də dəqiq olaraq deyə bilməz ki, Qədir gecəsi mübarək Ramazan ayının 23-cü gecədir. Bu, dinimizdə heç də yaxşı bir hal deyil. Üstəgəl, əgər məsləhət olsaydı Qədir gecəsinin tam olaraq hansı gecə olduğu bəlli olsun, Əhl-i Beyt zaten bunu bizə müəyyən edərdi. Amma daha çox ibadətlə məşğul olmaq və daha çox tövbə etmək üçün bizə bir neçə gecə müəyyən olunub və bu gecələrin hər birində ehtiyatən Qədir gecəsinin əməllərini etmək çox yaxşı olar. Bu vaxtların hər birini ibadətlə keçirmək və son 10 gecənin hər birini Qədir gecəsi niyyəti ilə əhya saxlayıb ibadət eləmək icazəlidir. Heç kəs də buna irad tuta bilməz. 2025-ci il üçün Qədir gecəsinin vaxtı Qafqaz Müsəlmanlar İdarəsinin təqdim etdiyi təqvim əsasında mart ayının 18-dən 19-una keçən gecədən başlayır. Ayətullah Seyyid Əl-Hüseyni Sistani Həzrətlərinin və onun timsalında digər bir çox müctəhidlərimizin nəzərinə əsasən isə Qədir gecələri mart ayının 19-undan 20-sinə keçən gecədən başlanır. Kim hansı mənbəni düzgün hesab eləyirsə, ona uyğun əhya saxlaya bilər. Uca Allah qəbul eləsin.